Salamlayıram hər kəsi. Mənim övladım danışarkən utanırdı, çəkinirdi, həyəcanlanırdı. Öz düşüncələrini ifadə etməkdə çox çətinlik çəkirdi. Və mən bir valideyn olaraq düşündüm ki, artıq gözləməyə ehtiyac yoxdur. Çünki gözlədikcə bu problem həll olmayacaqdır. Bizə mütəxəssis köməyi lazım idi. Biz ilk olaraq psixoloqa müraciət elədik, psixologdan kömək aldıq. Bununla yanaşı məşğələlərə yazıldı qızım. Məşğələlər onun özünü ifadə etməsində böyük bir rol oynadı. Daha yaxşı ona təsir bağışladı ki, o öz yaşıtları ilə ünsiyyətdə olurdu, özünü rahat şəkildə ifadə edə bilirdi. Və burada ən çətin iş də bununla bitmirdi. Mənim üzərimə düşürdü ki, mən də özümdə olan səhvi gördüm. Övladıma daha çox vaxt ayırmalıydım, onunla oyunlar oynamalı və ona sevgimi daha da artıq istirətdirməliydim və əlbəttə ki, mən bunları etdim. Və övladımdan da istəyirdim ki, öz qərarlarını özü versin. Artıq kiçik qərarları, saç düzüm olsun və yaxud da geyim olsun, bu kimi qərarları özünün verməyini istəyirdim. Artıq o öz qərarlarını verdikcə, öz düşüncələrini ifadə etdikcə özünə inamı artırdı. Bu da onun şuurunda belə bir düşüncə yarandı ki, artıq mənim düşüncələrim, mənim qərarlarım önəmlidir və mən bunu ifadə etməliyəm. Beləliklə, əziz valideynlər, mən övladımın ünsiyyət qurma problemini, utanmağını, həyəcanlanmanı psixoloqla, məşğələlərlə və ona olan sevgimlə həll etdim. Ən əsası bizim övladlarımıza olan sevgimiz, qayğımızdır. Bizim onlara qarşı atdığımız kiçik bir addım onlarda böyük dəyişikliklər yaradır.